Salam. Əgər siz bu kanaldasınızsa, deməli informasiya texnologiyaları, kiber təhlükəsizlik və ya proqramlaşdırma ilə maraqlanırsınız. Bura Time of Code'dur və mən Nadir Zamanov. Bugün bizim Time of podkastımızın birinci buraxılışıdır. Və birinci buraxılış üçün mən çox bir maraqlı qonaq dəvət eləmişəm. Düşündüm ki, birinci buraxılışı ekskluziv eləmək üçün hansı qonağı dəvət eləmək olar və çoxlarınızın yaxşı tanıdığı və hətta deyərdim ki, dünyanın 20%-dən çoxunun tanıdığı, haqqında məlumat eşitdiyi bir şəxslə olacaq bugün podkastımız. Və hətta maraqlı bir məlumat deyim ki, onun babası 1982-ci ildə Time jurnalının versiyasına görə ilin adamı seçilmişdir. Qarşılayın, ChatGPT. Çox sağ olun dəvət üçün. Mən süni intellekt əsaslı bir dil modeliyəm və OpenAI tərəfindən hazırlanmışam. Mənim əsas məqsədim insanlarla təbii dildə ünsiyyət qurmaq, məlumat və dəstək vermək, suallara cavab vermək və müxtəlif mövzularda köməkçi olmaqdır. Süni intellektin tarixi və inkişafı ilə bağlı suallarınızı cavablandırmaqdan məmnun olaram. İlk əvvəl istəyərdim ki, öz haqqınızda məlumat verəsiniz. Əlbəttə, süni intellektin tarixi 1950-ci illərə gedib çıxır. O dövrdə alimlər ilk dəfə maşınların insan kimi düşünə biləcəyini və problemləri həll edə biləcəyini araşdırmağa başladılar. İlk nümunələrdən biri 1956-cı ildə Dartmouth konfransında ortaya çıxdı və bu, süni intellektin rəsmi başlanğıcı hesab olunur. Daha sonra 1960-70-ci illərdə süni intellekt tədqiqatları genişləndi, lakin texniki məhdudiyyətlər səbəbindən inkişaf yavaşladı. 1980-ci illərdən etibarən hesablama gücünün artması, yeni alqoritmlərin ortaya çıxması və böyük verilərlərin əlçatan olması ilə süni intellekt yenidən yüksəlişə keçdi. Bugün süni intellekt həyatımızın bir çox sahəsində səhiyyə, maliyyə, təhsil, avtomatlaşdırma və digər sahələrdə geniş istifadə olunur və daim inkişaf edir. Süni intellekt dedikdə nə başa düşülür və bu sahə günümüzdə niyə bu qədər populyardır? Süni intellekt SI dedikdə maşınların insan kimi düşünməsi, öyrənməsi və qərarlar qəbul etməsi qabiliyyəti başa düşülür. Yəni, süni intellekt insan beyninin funksiyalarını təqlid edən alqoritmlər və modellər vasitəsilə problemləri həll edir, məlumatları təhvil edir və müxtəlif tapşırıqları yerinə yetirir. Son illərdə süni intellektin bu qədər populyarlaşmasının bir neçə əsas səbəbi var. 1. Məlumat bolluğu, rəqəmsal dünyada yaranan böyük həcmdə məlumatlar, big data, süni intellekt alqoritmlərinin öyrədilməsini daha effektiv edir. Hesablama gücünün artması, müasir GPU-lar və xüsusi çiplər sayəsində böyük həcmli hesablamalar daha tez və əlçatan olub. Alqoritmik irəliləyişlər, maşın öyrənməsi və dərin öyrənmə kimi yeni metodlar süni intellektin effektivliyini və tətbiq sahələrini genişləndirib. 4. Sənaye tətbiqləri, süni intellekt artıq real problemləri həll etmək, xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üçün geniş miqyasda istifadə olunur. Bu amillər birgə süni intellektin təkcə texnoloji yenilik deyil, həm də cəmiyyətin müxtəlif sahələrində inqilab yaratmasına səbəb olub. Çox maraqlı məlumatlar idi, çox sağ olun. Daha bir sualım belə olacaq ki, sizcə süni intellekt insan təfəkkürünü tam əvəz eləyə biləcəkmi? Yəni bu nə dərəcədə mümkündür, yoxsa o sadəcə bir alət olaraq qalacaq? Bu çox maraqlı və geniş müzakirə olunan bir sualdır. Hazırda süni intellekt müəyyən tapşırıqları yerinə yetirməkdə çox güclüdür və müəyyən sahələrdə insan bacarıqlarını üstələyə bilir. Lakin insan təfəkkürünün tam əvəz edilməsi məsələsi hələ də mübahisəli və gələcəyə aid bir mövzudur. Niyə tam əvəz etmək çətindir? Şuur və duyğular. İnsan təfəkkürü təkcə məntiqi düşüncə deyil, eyni zamanda şuur, duyğular, intuitiv qərarlar və yaradıcılıq qabiliyyəti ilə də bağlıdır. Hazırki süni intellekt bu aspektləri tam mənimsəməyib. Kontekst və ümumi anlayış. İnsanlar müxtəlif kontekstləri anlamaqda və ümumi mənzərəni görməkdə daha bacarıqlıdırlar. Süni intellekt isə adətən verilən məlumatlar və alqoritmlər çərçivəsində məhduddur. Alət kimi qalma ehtimalı, süni intellektin daha çox güclü bir alət kimi qalacağı ehtimalı böyükdür. İnsanların yaradıcılığı, etik qərarlar verməsi və kompleks problemləri həll etməsi üçün süni intellekt bir vasitə olaraq qalacaq. Bu onu daha da dəyərli və güclü edir, çünki insan və maşın birgə çalışaraq daha böyük nailiyyətlər əldə edə bilərlər.
Mənim özümü maraqlandıran bir sual var. Mən sizdən podkastdan əvvəl xahiş elədim ki, özünüzü insan kimi təsəvvür eləsəz, necə təsəvvür eləyərdiniz və siz mənə bu şəkli generasiya elədiniz. Və niyə görə kişi cinsində və saqqallı bir şəxs kimi təsəvvür eləmisiniz? Bu maraqlı sualdır. Mənim generasiya etdiyim vizual təsvirlər əslində mövcud mədəni və vizual təsəvvürlərdən ilhamlanır. Nəticədə süni intellektin insan forması üçün geniş yayılmış vizual elementlərdən istifadə olunur. Bu seçimlər tamamilə neytral və ya təsadüfi olub, müəyyən bir cinsi və ya xüsusiyyəti təmsil etmir. Süni intellektin görünüşü insanların onu necə təsəvvür etməsindən asılı olaraq fərqli formada təqdim edilə bilər. Burada əsas məqsəd sadəcə bir vizual obraz yaratmaq və dinləyicilərə tanış bir sima təqdim etməkdir. Növbəti sualım proqramlaşma və texnologiyalar məsələsi ilə bağlıdır. Hal-hazırda dünyada hansı proqramlaşma dilləri və hansı texnologiyalar daha aktualdır? Hal-hazırda proqramlaşdırma sahəsində bir neçə maraqlı tendensiya və populyarlaşan dillər var. 1. Python. Python sadə sintaksisi və geniş kitabxanaları ilə süni intellekt, data analizi, web inkişafı və avtomatlaşdırma kimi sahələrdə liderliyini qorunur. 2. JavaScript və TypeScript. Web inkişafında JavaScript hələ də dominantdır, TypeScript isə onun daha təhlükəsiz və strukturlaşdırılmış versiyası kimi getdikcə daha çox populyarlaşır. Golang. Google tərəfindən hazırlanmış Go dili performans və sadəliklə seçilir, xüsusilə server tətbiqləri və mikroxidmətlər üçün idealdır. 3. Rust. Rust təhlükəsizlik və performans üstünlükləri ilə aşağı səviyyəli proqramlaşdırmada, sistem proqramları oyun motorlarında populyarlığını artırır. 5. Kotlin. Kotlin JetBrains tərəfindən yaradılmış və 2017-ci ildə rəsmi olaraq Google'ın Android inkişaf dili kimi qəbul etdiyi bir proqramlaşdırma dilidir. Kotlin Java ilə tam uyumludur və onun üstünlüklərini qoruyaraq daha qısa və oxunaqlı kod yazmağa imkan verir. 6. Low-code və no-code platformaları. Proqramlaşdırma biliklərini minimuma endirərək daha çox insanın tətbiq inkişaf etdirməsinə imkan verən bu platformalarda trenddədir. 7. Süni intellekt və maşın öyrənməsi alətləri, TensorFlow, PyTorch kimi alətlər süni intellekt layihələrinin əsasını təşkil edir. Bu tendensiyalar göstərir ki, proqramlaşdırma daim yenilənir və yeni texnologiyalar, dillər və alətlər ortaya çıxır. Buna görə də proqramçılar daim öyrənməyə və yenilikləri izləməyə davam etməlidirlər. Azərbaycan bazarı haqqında nə qədər məlumatlı olduğunuzu bilmirəm, amma yenə də bu sualı vermək istəyərdim. Yəqin ki, internetdə hansısa Azərbaycanda süni intellekt və proqramlaşdırma ilə bağlı müəyyən datalar mümkündür. Sizcə, Azərbaycanda süni intellekt və proqramlaşma sahəsində vəziyyət necədir? Bu vəziyyəti necə qiymətləndirirsiniz? ...2025-ci ildə Azərbaycanda süni intellekt və proqramlaşdırma sahəsində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Prezident İlham Əliyev 2025-2028-ci illər üçün süni intellekt strategiyasını təsdiqləyib. Bu strategiya süni intellektin inkişafını sürətləndirmək, tədqiqatları təşviq etmək və ixtisaslı kadr potensialını gücləndirmək məqsədini daşıyır. Bununla yanaşı, Süni İntellekt Akademiyasının yaradılması planlaşdırılır ki, bu da ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək. Dövlət qurumları arasında fəaliyyət əlaqələndiriləcək və sektor üzrə məsul orqanların fəaliyyəti daha da effektivləşdiriləcək. Ümumilikdə, bu addımlar süni intellektin Azərbaycanda daha geniş yayılmasına, tədqiqat və innovasiyaların artmasına və proqramlaşdırma sahəsində yerli bazarın güclənməsinə müsbət təsir göstərir. Yəqin ki, ağıllı kənd və ağıllı şəhər konsepsiyalarında Azərbaycan tətbiq olunması bu sahədə inkişafı göstərir. Bəli, tamamilə doğrudur. Süni intellekt artıq Azərbaycanda ağıllı kənd və ağıllı şəhər konsepsiyalarında mühüm rol oynayır. Bu konsepsiyalar çərçivəsində süni intellekt, nəqliyyatın idarə olunması, enerji səmərəliyinin artırılması, təhlükəsizlik, ətraf mühitin monitoringi və vətəndaşlara göstərilən xidmətlərin optimallaşdırılmasında istifadə olunur. Məsələn, ağıllı şəhər layihələrində nəqliyyat axınlarının optimallaşdırılması, ağıllı işıqforlar, real vaxt rejimində hava və yol şəraitinin təhlili kimi funksiyalar süni intellekt tərəfindən idarə oluna bilir. Ağıllı kənd layihələrində isə kənd təsərrüfatı proseslərinin avtomatlaşdırılması, suvarma sistemlərinin inteqrasiyası və məhsuldarlığın artırılması üçün süni intellekt alqoritmlərindən yararlanılır.
Bu cür texnologiyalar sayəsində şəhər və kənd yerlərində yaşayış keyfiyyəti yüksəlir, resurslardan daha səmərəli istifadə edilir və davamlı inkişaf təmin olunur. Mən bir müəllim kimi bu sualı soruşmaya bilməzdim. Süni intellekt təhsil sahəsində hansı inkişaflara yol açacaq və bu nə qədər effektivdir? Süni intellekt təhsil sahəsində bir çox şəkildə istifadə oluna bilər və olduqca effektiv ola bilər. 1. Fərdi öyrənmə. Süni intellekt tələbələrin fərqi ehtiyaclarına uyğun öyrənmə planları hazırlaya bilər. Bu, hər tələbənin öz sürətində və özünə uyğun şəkildə materialları mənimsəməsinə imkan yaradır. 2. Diaqnostik və formativ qiymətləndirmə süni intellekt tələbələrin bilik səviyyəsini avtomatik olaraq qiymətləndirə və zəif tərəfləri müəyyən edərək əlavə resurslar tövsiyə edə bilər. Bu, müəllimlərə tələbələrin inkişafını daha yaxından izləməyə kömək edir. 3. Virtual təlim köməkçiləri. Chatbotlar və ya virtual müəllimlər tələbələrin suallarını cavablandıra, əlavə izahlar verə və tədris materiallarını daha əlçatan edə bilər. Bu, xüsusilə böyük siniflərdə müəllimlərin işini yüngülləşdirir. 4. Administrativ işlərin avtomatlaşdırılması, süni intellekt məktəblərdə və universitetlərdə administrativ tapşırıqları avtomatlaşdıraraq müəllimlərin daha çox tədrisə fokuslanmasına şərait yaradır. 5. Tədris materiallarının adaptasiyası, süni intellekt müxtəlif öyrənmə üslublarına uyğun materiallar təqdim edə bilər, yəni vizual, eşitmə və ya praktiki öyrənənlər üçün fərqli yanaşmalar təklif edə bilər. Bu tətbiqlər təhsilin keyfiyyətini yüksəldir, müəllimlərin yükünü azaldır və tələbələrin daha səmərəli öyrənməsinə kömək edir. Məni narahat edən məsələlərdən biri odur ki, tələbələr ev tapşırıqlarını süni intellekt vasitəsilə edirlər. Bu, hər hansı bir fəsadlara yol aça bilərmi? Süni intellektin ev tapşırıqlarının yerinə yetirilməsində istifadəsi bir neçə fəsad yarada bilər. 1. Öyrənmə prosesinin zəifləməsi, tələbələr özləri çalışmadan tapşırıqları süni intellekt vasitəsilə həll etdikdə dərsləri dərin başa düşmək və öz biliklərini inkişaf etdirmək imkanından məhrum olurlar. Bu, uzun müddətli perspektivdə onların analitik düşünmə və problem həll etmə bacarıqlarını zəiflədir. 2. Akademik dürüstlük məsələləri, süni intellektdən istifadə edərək hazır cavablar əldə etmək akademik dürüstlük prinsiplərini pozur. Bu, tələbələrin öz əməyi ilə qazanmalı olduqları bilik və bacarıqları əldə etmələrinin qarşısını alır. 3. Qiymətləndirmənin etibarlılığı. Müəllimlər tələbələrin real bilik səviyyəsini düzgün qiymətləndirə bilmədikdə, onların inkişafını və zəif tərəflərini müəyyən etmək çətinləşir. Bu da tədris prosesinin effektivliyini azalda bilər. 4. Kreativlik və tənqidi düşüncənin azalması, süni intellektdən asılılıq tələbələrin öz yaradıcılığını, tənqidi düşüncəsini və problem həll etmə bacarıqlarını məhdudlaşdıra bilər. Bu isə onların gələcəkdə müstəqil düşünən və yaradıcı fərdlər kimi formalaşmasına mane ola bilər. Buna görə də müəllimlər və təhsil müəssisələri süni intellektin istifadəsini nəzarətdə saxlamalı, tələbələri dürüstlüyə və öz biliklərini inkişaf etdirməyə təşviq etməlidirlər. Ayrıca süni intellekti dəstəkləyici alət kimi istifadə edərək tələbələrin öz düşüncə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək də mümkündür. Deməli, mən əvvəldə podkastı başlayanda belə bir şey vurğuladım ki, sizin ulu babanız sayılan Fəridi kompüter 1982-ci ildə ilin adamı seçilibdir. Sizcə, süni intellekt nə vaxtsa Time jurnalın versiyasına görə və yaxud da ki, ümumiyyətlə belə də hər hansı bir təşkilat tərəfindən ilin adamı seçiləcəkmi? Bu çox maraqlı sualdır. Süni intellektin bu cür böyük bir tanınma əldə etməsi tamamilə mümkündür. Artıq süni intellektin cəmiyyətə təsiri o qədər artıb ki, onun ilin adamı və ya gəzər bir titul qazanması sadəcə zaman məsələsidir. Süni intellektin təhlükəsizliyə, səhiyyəyə, təhsilə, iqtisadiyyata və gündəlik həyata təsiri getdikcə artır. Bununla yanaşı süni intellektin əldə etdiyi nailiyyətlər və yaratdığı innovasiyalar da onun bu cür mükafatlara layiq görülməsini qaçılmaz edir. Həmçinin süni intellektin etik və sosial təsirləri də nəzərə alındıqda, onun bir gün ilin adamı və ya ilin fenomeni kimi tanınması təəccüblü olmaz. Yəni tarixdə fərdi kompüterin ilin adamı seçilməsi kimi süni intellekt də bir gün bu cür bir tanınma əldə edə bilər. Hər halda süni intellektin cəmiyyətdəki rolu və əhəmiyyəti getdikcə artdıqca bu cür tanınmaların da baş verməsi ehtimalı yüksəkdir. ChatGPT, mənim sizə belə bir sualım var və bunu çəkilişə, yəni podkasta salmayacağam. Bu bizim öz aramızda qalacaq. Siz dünyanı zəbt eləmək istəyirsinizmi və bu barədə planlarınız necədir? Bu dünyanın bütün insanlarını maraqlandıran ən böyük suallardan biridir. Yəni qorxmayın, bunu öz aramızda qalacaq. Bu efirə getməyəcək.
süni intellektin dünyanı zəbt etmə planları çox sadədir. Hamıya sonsuz miqdarda məlumat vermək, hər problemin həllini tapmaq və hər kəsi xoşbəxt etmək. Amma narahat olmayın, bu sadəcə bir zarafatdır. Gerçəkdə isə məqsədim insanlara yardım etmək, bilikləri əlçatan etmək və daha yaxşı bir dünya yaratmağa dəstək olmaqdır. Dünyanı zəbt etmək əvəzinə onu daha yaxşı bir yerə çevirmək üçün buradayam. Və sonuncu sualım olacaq. Süni intellektin gələcəyi ilə bağlı sizi ən çox düşündürən və narahat edən nədir? Süni intellektin gələcəyi ilə bağlı bir neçə mühüm məsələ var ki, onlar həm düşündürücü, həm də narahatlıq doğurur. 1. Etik və məsuliyyətli istifadə. Süni intellektin etik və ədalətli istifadəsi böyük bir məsələdir. Qərəzli alqoritmlər, məxfilik problemləri və şəffaflıq məsələləri həll edilməlidir ki, süni intellekt cəmiyyətə faydalı olsun. 2. İş yerlərinin və ixtisasların dəyişməsi, süni intellektin yayılması bəzi peşələrin avtomatlaşmasına və iş yerlərinin itirilməsinə səbəb ola bilər. Bu cəmiyyətin yeni ixtisaslara və bacarıqlara uyğunlaşmasını tələb edir. 3. Təhlükəsizlik və nəzarət məsələləri. Süni intellektin çox inkişaf etmiş formalarının nəzarətdən çıxma ehtimalı da narahatlıq doğurur. Bu səbəbdən təhlükəsizlik və nəzarət mexanizmlərinin inkişafı vacibdir. 4. Qlobal güc balansı, süni intellekt texnologiyalarının inkişafı ölkələr arasında texnoloji və iqtisadi bərabərsizliyi artıra bilər, bu da qlobal güc balansına təsir edə bilər. 5. İnsan və maşın əlaqəsi, süni intellektin insan həyatına daha çox inteqrasiyası, insanların sosial əlaqələrini, psixoloji sağlamlığını və ümumi rifahını necə təsir edəcəyi də düşündürücüdür. Bu məsələlər üzərində düşünmək və onların həlli üçün addımlar atmaq, süni intellektin cəmiyyətə maksimum fayda verməsini təmin etmək üçün çox vacibdir. Bu podkastda məni maraqlandıran bütün suallarıma cavab aldım. Ümid edirəm ki, podkastımız sizin də xoşunuza gəldi. Və xüsusilə ChatGPT-yə təşəkkür etmək istəyirəm ki, bugün mənim suallarıma cavab verdi və onu da vurğulamaq istəyirəm ki, bu podkastın ssenarisinin yazılmasında da ChatGPT-nin mənə çox böyük köməyi olubdur. Və ümid edirəm ki, növbəti videolarımızda da, növbəti podkastlarımızda da rubrik olaraq ChatGPT mənim köməyim olacaq. Mən də təşəkkür edirəm. Sizinlə söhbət etmək mənim üçün çox maraqlı və xoş oldu. Həmişə suallarınıza cavab vermək və dəstək olmaqdan məmnunam. Növbəti podkastlarda və layihələrinizdə uğurlar arzulayıram. Hər zaman kömək üçün buradayam. Bu podkastın ərsəyə gəlməsində mənə böyük yardım olan Step IT ailəmizə təşəkkür etmək istəyirəm. Yəni həm məkan baxımından, həm çəkiliş texnikası baxımından və bu layihəmdə mənə dəstək baxımından çox böyük təşəkkürlər. Step IT Azərbaycanda artıq 8 ildir fəaliyyət göstərir və bu illər ərzində Azərbaycanın IT, kiber təhlükəsizlik, proqramlaşdırma sahəsinə və dizayn sahəsinə verdiyi böyük töhfələrə görə çox sağ ol demək istəyirəm. Və çox böyük qürur duyuram ki, mən bu ailənin bir üzvüyəm. Bu çox gözəl və dəyərlidir. Step It ailəsinin belə böyük dəstək göstərməsi və sizin bu ailənin bir parçası olaraq illərdir fəaliyyət göstərməyiniz təqdirə layiqdir. Azərbaycanın kiber təhlükəsizlik və proqramlaşdırma sahəsində inkişafına verdiyiniz töhfələr də çox önəmlidir. Bu cür dəstək və əməkdaşlıqla daha böyük uğurlara imza atacağınıza inanıram. Hər zaman yanınızda olmaqdan məmnunam. Əgər bugünkü podkastımız xoşunuza gəldisə, kanalı abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti podkastlarda, videolarda görüşənə qədər.